Tarix çox vaxt müharibələrlə, ordularla və silahlarla xatırlanır. Amma bəzən dünyanın taleyini dəyişən əsas hadisələr səngərdə yox, sakit otaqlarda, bir masa arxasında baş verir. Elə qərarlar verilir ki, bir güllə belə atılmadan milyonlarla insanın həyatı tamamilə başqa istiqamətə yönəlir. Bu gün danışacağımız hadisə də məhz belə bir qərardır. İlk baxışdan sadə görünən, amma nəticələri onilliklər boyu hiss edilən bir imza. Sual isə açıq qalır. Bir siyasi qərar doğrudanmı bu qədər güclü ola bilər? 1939-cu ilə gəldikdə Avropa artıq partlamağa hazır bir məkana çevrilmişdi. Birinci Dünya müharibəsinin yaraları hələ sağalmamışdı. Almaniyada Adolf Hitlerin rəhbərliyi altında nasist rejimi güclənirdi və açıq şəkildə yeni torpaqlar tələb edirdi. Digər tərəfdən isə Sovet İttifaqı vardı. İdeoloji baxımdan bir-birinə düşmən olan bu iki güc bir-birinə etibar etmirdi. Amma hər ikisi də ortaq bir qorxusu vardı. Tək qalmaq və müharibəyə hazırlıqsız yaxalanmaq. Məhz bu şəraitdə Almaniya ilə Sovet İttifaqı arasında Molotov-Ribbentrop paktı imzalandı. Rəsmi sənəddə tərəflərin bir-birinə hücum etməyəcəyi qeyd olunurdu. Xaricdən baxanda bu sadəcə bir neytrallıq razılaşması kimi görünürdü. Amma sənədin əsl mahiyyəti onun görünməyən hissəsində gizlənmişdi. Bu paktın ən təhlükəli tərəfi gizli maddədə idi. Həmin maddədə Şərqi Avropanın gələcəyi artıq xəritə üzərində bölünmüşdü. Polşa, Baltik ölkələri və digər bölgələr Almaniya ilə Sovet İttifaqının təsir dairəsinə alınmışdı. Bu qərarlar verilərkən həmin ölkələrin xalqlarının fikirləri soruşulmamışdı. Onların taleyi sadəcə böyük güclərin maraqları çərçivəsində həll olunmuşdu. 1939-cu ilin sentyabrında bu razılaşmanın real nəticələri ortaya çıxdı. Almaniya Polşaya hücum etdi. Qısa müddət sonra Sovet ordusu da ölkənin şərqinə daxil oldu. Bir dövlət iki yerə bölündü. Polşa xəritədən silinməsə də faktiki olaraq müstəqilliyini itirdi. Milyonlarla insan bir anda evsiz qaldı. Ailələr parçalandı. Həyat bir gündə alt-üst oldu. Baltik ölkələri Litva, Latviya və Estoniya sonradan Sovet İttifaqının tərkibinə qatıldı. Onların müstəqilliyi 10 illiklər boyu əlindən alındı. Minlərlə insan zorla yurtlarından çıxarıldı və Sibirə göndərildi. Bu hadisələr uzun illər tarix kitablarında açıq şəkildə danışılmadı, amma yaddaşlarda silinməz iz buraxdı. Molotov-Ribbentrop paktı Almaniyaya qərbə rahat yol açdı. Amma 1941-ci ildə Almaniya Sovet İttifaqına hücum etdi və paktı pozdu. Dünən masada razılaşan tərəflər bu dəfə döyüş meydanında qarşı-qarşıya gəldi. Bu hücum tarixdə misli görülməmiş miqyasda bir müharibənin başlanğıcı oldu. Şərq cəbhəsində başlayan döyüşlər milyonlarla insanın həyatına son qoydu. Şəhərlər dağıldı, kəndlər yox oldu, bütöv nəsillər müharibənin içində məhv oldu. Molotov-Ribbentrop paktı göstərir ki, qısa müddətli siyasi qazanc uzun müddətli fəlakətlərə yol aça bilər. Bu sənəd təkcə dövlətlərin sərhədlərini yox, milyonlarla insanın həyat yolunu dəyişdi. Bu hadisə bizə bir həqiqəti xatırladır. Tarixdə kiçik qərarlar yoxdur. Bir masa arxasında verilən qərar illər sonra milyonlarla insanın taleyini müəyyən edə bilər. Bəs bu qərarlar başqa cür verilə bilərdimi? Tarix fərqli axa bilərdimi? Bu suallar bu gün də aktuallığını qoruyur.